Salam, hər vaxtınız xeyir. Bugün sizinlə həndəsənin əsas anlayışlarından buraxılışa düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda deyir ki, beta bərabərdir 2 alfa. Beta bərabər 2 alfa. Bura alfadırsa, baxın, z-ə görə gəlib bu bucağımda olacaq alfa. Alfa ilə 2 alfanın cəmi mənə nə verəcək? 180. 3 alfa 180 isə avtomatik alfada olacaq 60. Bizdən də elə alfanı soruşur. Bir də B variantı. 2 də düz bucaq təpəsindən çıxan şüa onu birin digərindən 20 dərəcə böyük olan iki bucağa bölür. Kiçik bucağın dərəcə ölçüsünü tapın. Deməli nə deyir? Düz bucaq. Düz bucağın təpəsindən çıxan şüa necə bölür? Biri x olur, o birisi isə x plus 20. Bu düz bucaq təpəsindən çıxıb axı. Onda bunların cəmi olacaq 90. 2x üstə 20 bərabər 90 olsa 2x olacaq 70. X də bərabərdir 35 dərəcə. C variantı. Üçüncü suala baxaq. Şəkildə verilənlərə əsasən LOM bucağının dərəcə ölçüsünü tapın. Baxın, LOM haradır? Qırmızı ilə işarə edirəm. Baxın, bu hissə. Buradan gəlir, bir dənə xəttim, bir dənə də bura. Bu formada LOM bucağım. X, 100, 2x, x. Bunlar bizə nə verəcək? X üstə gəl, 100 üstə gəl, 2x üstə gəl, x verəcək 180. 4x üstə gəl 100 bərabər 180 olarsa 4x 80, x də bərabərdir 20. X-i 20 tapdım. Avtomatik bura nə olacaq? 2 vur 20. Yəni 40. Bura 40-dır, bura 100. Bizdən də bu ikisinin bir yerdə qiyməti istəyir. Bütöv buranı istəyir. 100 ilə 40 bizə verəcək 140. C variantı. Dördüncü sualda yandakı şəkildə əsasən deyir, axırına baxaq, ACK bucağın dərəcə ölçüsünü tapın deyir. ABF-i verib 150, buran verib 150, bir də verib ki, AC nədir? Tənbölən. Tənbölən olduğunda özü göstərib. Getdik. AC tənbölənsə bura alfa yazaram, bura alfadırsa burada alfa yazaram. Z-ə görə bir dənə bura baxaq, bir dənə belə, bir dənə belə, bir dənə də belə xəttimə baxsaq, burada nə olacaq? Alfa. Alfa, burada belə bərabər yanı 3 bucaq əmələ gəldi. Bura 150 dərəcədirsə, bura 30 dərəcə, 180-dən çıxdım. İndi 180-dən bir də 180-dən 30-u çıxaram. 180-dən 30-u çıxaram. Elgər 150. Bölərəm 2-yə alfanı taparam. Böl 2. 75 alfam oldu. Alfanı tapdım 75. Alfa 75-dirsə bu birisi tərəfi tapmaq üçün də 180-dən 75-i çıxaram. Elgər 105 dərəcə. Cavab ACK-nı istirdi. B variantı. 5-ci sualda şəkilə əsasən o mərkəzli çevrədə AOD 110 DOC bu şəkildə də onsuz bunlar verilib. AOB-ni tapın deyir. Necə taparam? Bütöv çevrə neçə dərəcədir tamamı? 360. X-i tapmaq üçün də 360-dan bunların cəmlərini çıxaram ki, görə X-ə nə düşür? 80, 100, 110. Toplayanda nə verəcək? 290. 360-dan da 290-ı çıxsaq, elgər 70 dərəcə. B variantı. Baxaq 6-cı suala. Çox bəsit bir sualdır. Yəni 2 dəfə bu tipli sual buraxılışda istifadə olunub. Deyir, bir dənə AC parçamız var. Uzunluğu 17 cm olan AC parçası. Üzərində B nöqtəsi qeyd olunub. BC 11-dirsə, bu tərəf, sağ tərəf 11-dirsə, sol tərəf neçə eləyir? 17 çıx 11, yəni 6. Dəqiqə. BC 11-dirsə, AB parçasının uzunluğunu tapın. 6 yoxdur cavabda. Uzunluğu 17 cm olan AC parçasının üzərində B nöqtəsi qeyd edilmişdi. B-dən C-yə 11-dirsə, AB parçasının uzunluğunu tapın. 17 çıx 11, 6. Uzunluğu 17 cm olan AC parçasının üzərində. Burada yəqin xəta olub. Yəni gözümüzdən falan qaçıb. Variantlarda səhvlik olub. Cavab nə olacaq? 6. 17 cm olan AC parçasının üzərində B nöqtəsi qeyd edilib. BC 11 daxil. AB neçə eləməlidir? 17 çıx 11. Sağa da neçə düşər? 6. Baxaq 7-ci suala. Yandakı şəkilə əsasən X bucağını tapın, taparıq. Bura 35-dirsə, burada elgər 35. Bura 155-dirsə, 180-dən 155-i çıxaram, qonşunu taparam 25. X bucaqda nədir? Bunların cəmi. Bunu da necə ispat edirik? Bu formada. Buradan bir dənə xətt çəkəndə yuxarısına 35, aşağısına 25 düşür. 35-25 cəmi də bizə verəcək 60 dərəcə. A variantı. 8-ci sual, bayaqki sualdandır. Bir dənə belə parçam var. AB parçası
Daxilində C nöqtəsi verilmişdi. Üstündə bir dənə C nöqtəsidir. AC 7-dir, CB 4-dür. Olarsa AB parçasının uzunluğunu tapın. 7 ilə 4 bizə nə verəcək? 11. C variantı. 9-cu sual. Aşağıdakı cədvəldə bir nöqtədən keçən düz xəttlərin və onların əmələ gətirdiyi şüaların sayı göstərilmişdir. X üstəgəl Y-in cəmini tapın. Deyir, düz xəttin sayı 2. Bir nöqtə götürək, böyük bir nöqtəmiz olsun. Gəlin düz xətt keçirək. Bir dənə düz xətt keçirsəm, neçədən şüa əmələ gələcək burada? Bir dənə baxsaq, bir dənə belə şüamız, bir dənə yuxarıya tərəf, bir dənə də aşağıya tərəf şüamız var. Belə çəksəm, bir dənə də belə düz xətt çəksəm, bir dənə fikir versək. Məsələn, buranı götürürəm O nöqtəsi. O-dan A-ya bir dənə şüa oldu, O-dan B-yə bir dənə oldu, O-dan C-yə, O-dan D-yə bir dənə oldu. Yəni, bir nöqtədən bir düz xətt çəksəm 2 şüa, 2 düz xətt çəksəm 4 şüa, 4 düz xətt çəksəm 8 şüa, 5 düz xətt varsa şüa sayı nə olacaq? Onun 2 qatı, yəni 10 dənə şüa. Bizdən də bunların cəmini istəyir, eləyər 14. 10-cu sualda alfa düz bucaq, deməli, alfa düz bucaq, biraz böyüdüm. Alfa düz bucaq, düz nədir? 90 dərəcə. Beta kör bucaq. Kör bucaq nə idi? 180-dən kiçik, 90-dan böyük. Olarsa beta çıx alfa. Beta çıx alfa üstəgəl qammanı da verib ki, 260. Olarsa qammanın ən kiçik tam qiymətini tapın. Gəlin tapaq. Necə tapacağıq? Birinci qammanı tək saxlayaram. Qamma bərabərdir 260. Alfanı da, betanı da atarım sağ tərəfə. Atdım. Qamma bərabərdir 260. Alfa neçə idi? 90. Çıx beta. Buradan da nə görürəm? Qamma bərabərdir 260-dan 90, 350 verəcək. 350 çıx beta. Buradan da görürəm ki, beta bizdə nə istəyir? Qammanın ən kiçik tam qiyməti. Ən kiçik tam qiyməti üçün nə edərəm? Mən daxil fikir verin. Nə var? Beta. Deməli, beta kör bucaqdır. Buradan baxıram ki, qamma balaca olması üçün 350-dən böyük qiymət çıxaram. 350-dən nəyə çıxaram? Böyük qiyməti. Betanın da ən böyük qiyməti neçədir? 180-dən kiçik ən böyük ədəd 179 dərəcə. Qamma da olacaq 350 çıx 179, yəni 171. Cavab 171. 11-ci sualda bəsit sualdır. Deyir ki, AOB bucağında OC tənböləndir. OC tənböləndir. COB bura 30-dur. COB 30-dursa avtomatik AOB-ni istəyir, yəni bucağın tamamını istəyir. AOC də 30 eləyər, bütövi 60 verər. A variantı. Qonşu bucaqları göstərin. Qonşu bucaqlar A variantındakı 82 ilə 98 olar. Niyə? Çünki qonşu bucaqların cəmi 180 edir. B 180 deyil, Y 180 deyil, C 180 deyil, D də 180 vermir. A variantı. Bu qədər. Baxaq 13-cü suala. Onun üstə deyir, uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Deməli, bucaqlardan birini x desəm, digəri olar bunun 80%. Yəni 0.8x. Bunların cəmi də neçə dərəcədir? Uyğun tərəfləri paraleldirsə, cəmi 180 olar. 1.8x bərabərdir 180 dərəcə. X də bərabərdir 180 dərəcə böl 1.8. Bunun sonuna bir 0 atıb buranı silərəm, bu vergülü silərəm. 1818-ə bölsək eləyər 100 dərəcə. Böyük bucağın dərəcə ölçüsünü istəyir, o da elə 100-ün özüdür. Kiçik istəsəydi 80 olardı. Sənin əsas anlayışlar mövzusundan buraxılışa düşmüş suallardan da bu qədər. Qarşıdan gələn imtahanlarda hamınıza uğurlar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.